Biologiya nahəngiliyin pozulması. Xərçəng nədir? Birbaşa hər bir canlıda, bitkidə, heyvanda, insanda şiş hüceyrələri yaranar, amma biz hər saniyə xəstələnmirik. Xəstələnirsə deməli daxili ekologiya pozulubdur, ahənglik pozulubdur. Ahənglik pozan 1000 dənə amil varsa, 1001 dənə də amil var onu bərpa eləyən. Şərtdir ki, onlara uyğunlansız, doğru eləyəsiz, onları eləyəsiz. Amma naturopatlarla hamısını məhv eləyiblər deyə sizin bunun haqqında xəbəriniz yoxdur. Tək də mən çatdıra bilmirəm bunların hamısını məlumat verməyə. Ona görə də əlbəttə o bitkilər var. Fixta şam ağacının bir növüdür. Onun da şirəsi var. Çox gözəl istifadə olunur. Biryoza deyilən ağcaqayın bir ağac var. Onun da şirəsindən çox əlbəttə istifadə olunur. Ümumiyyətlə fitoonkologiya deyilən bir sahə var ki, bir 10-15-ə yaxın cürbəcür bitkilər var. Onlardan ən görkəmlisi Viscum album, öksə otu. Ondan sonra acı yovşan, artezemiya. Ondan sonra andız, deviasil, yəni Azərbaycan, Rus, Latın dilində cürbəcür adları var. Burada da bizdə sxemlərdə onların adları var ki, onları da verə bilərik, göstərə bilərik. Amma fitoonkoloqlarımız var, fitoterapevtlərimiz var ki, onlar daha məndən yaxşı bunu bilir. Azərbaycanda bir xalq təbəbəti mərkəzi, bir inteqrativ onkologiya mərkəzi yaradılmasına çox böyük zərurət var. Amma bunun arxasında bir kimsə durmur ki, bunu xalqımıza, millətimizə xidmət olunsun. O cəhətdən əlbəttə ki, bu vasitələr kömək eləyir, amma müalicə deyil. Kimsə desə ki, ancaq mən bununla müalicə eləyəcəm, yanlış olar. Bunlar kompleks müalicədə bir element kimi ola bilər. Amma tək başına heç bir usul, nə kimi, nə cərrahi, nə şuan belə heç müalicə deyil. Yardım eləyə bilir. Kəsib götürürsən şişi, yandırırsan, zəhərləyirsən, amma təsiri keçəndən sonra təzədən